JavaScript yüksək səviyyəli, tək threadli, interpretasiya olunan prototip əsaslı, çox paradigmalı dinamik proqramlaşdırma dilidir. Ən əsas yüzü bloklamayan event loop mexanizmi ilə tək threaddə belə çox işi eyni anda görə bilməsidir. Dil 1995-ci ildə Brendan ilk tərəfindən cəmi bir həftəyə yaradılıb. İlk adım Oka olsa da, o dövrdə Java trenddə olduğu üçün marketinq komandası ona JavaScript adını verib. Bu gün JavaScript sadəcə web səhifələri üçün istifadə olunmur. Node.js ilə server tərəfi tətbiqlərdə, React Native və Ionic ilə mobil tətbiqlərdə, elektron ilə masaüstü proqramlarda, hətta bəzi oyun mühərriklərində belə istifadə olunur. JavaScriptin ən böyük üstünlüyü WebAssembly-dən sonra brauzer tərəfindən dəstəklənən yeganə dil olmasıdır və bu dil ECMAScript standartı ilə daim inkişaf etdirilir. Tək threadli olsa da promise, async, await və event loop vasitəsilə asinxron əməliyyatlarda olduqca güclüdür. JavaScript həm funksional proqramlaşdırmanı, həm də obyekt yönlü proqramlaşdırmanı dəstəkləyir. Yəni istədiyin paradigmalı yanaşmanı seçib bu dildə əldə edə bilərsən.